Gedirik bu səhifədən. Sadə kartlarım olsun, ana səhifə kimi. H1 ana səhifə və burada da kartlarım. Uşaqlar sürətli olsun deyə bəlkə kiməsə saytını istifadə edeyim, onun üzərindən gedim. Okey. Zaten kartları yazmıştım. Okey. E-mail. Bilirəm, amma indi məcbur belə gedirəm. Narahat onda izahsız gedəcəm, belə səssiz, sürətli yazdım deyə. Olsun bir dənə kart, image və okey, P. Uşaqlar, indidən əvvəl öyrədin, alt tegini əsla boş qoymayın. Və əgər CSS-ni yazıram, narahat olmayın, qaydacaqsınız. Öyrəşməlisiniz, yəni siz CSS-dən az işləmişsiniz. Ona görə başlayırsınız təzədən sayt yazmağa. Mən yazdırmaq olmur ki, məsələn. Mən yazdım. O barədə danışacağım. Kimsə yazdırsın. Yazırsan. Kimsə yazır. Mən zəhləm gedəyəm, mən onunla başlayacağım. Sən CSS yazdın, mən CSS yazdım. Yaxşı, mən yazdım. %100%, hətta tweetslərlə oynamayaq. Rüfətlə Məryəm, sizə ayıracam. Siz bir yerdə çox xoşbəxtsiz. Sizə ayırmaq lazımdır. Həm yoldaşlarınıza kömək eləyərsiniz, həm də az danışarsınız. Mən bura qeyd olmuşdum. Heç nə olmaz. Okey. Uşaqlar, normalda bunu mən create-lə eləyərdim, amma indi sürətli olsun deyə inner HTML-lə eləyəcəm. Container deyirəm, elementimi seçirəm. Document query selector container. Əvvəldə elə deyən kart yazmaq yaxşı bir şeydir. Ki dizaynını biləsən. Necə görünəcək. Burada yazırsan, oradan şey gəlir. O API-də yoxdur axı. O yerdə qalacaq, ardından axtarırsan. Mock saxlayırsan da. Yox, saxlamırsan, sonra siləcəksən zaten. Bu sadəcə CSS-ni bil də ki, burada necə görünəcək. Burada dizaynını verirsən, ondan sonra götürürsən bunu. Şimdi API çağıranda o birinci kartında dəyişəcək hər bir şey şəkli məxsul. Bu birinci kartı siləcəm. Bu birinci kart şablondur. Ki biləsən də ki, necə görünəcək. JavaScript yazdım, class istədi edim, həmin o verdiyimiz. Eynən. Ki yəni, məsələn, bunu götürürsən, bunu yazdım qutardın. Gəlsən eynisini create edirsən. Hə. Gedən mən bir dənə div, bir dənə image, bir dənə p lazımdır. Üçün yaratdım. Eynisini də elə eskiz kimi. Okey.
Heç nə, gəlirəm bir dənə deyirəm ki, bəs function olacaq, hansı ki add card. Və bu add card gedib konteynerə bərabər deyilsin. Rüfət, bazar açma. Deməli, konteynerdən gəlirəm bunun eynisini götürürəm, bura yazıram. Düz. Gəlirəm hər dəfə bunu çağırıram. Görürəm ki, qəşəng formada gəldi, düşdü. Okey. Deməli, buna sahibəm. İndi mənə lazımdır ki, bunun içindəki datanı doldurum. Bir də sorğu atım. Bura ilə bağlı işim bitdi. Bura qədər nasıl bilirdiniz? Bunun seçməyini göstərəcəm sizə bir dənə. Uşaqlar, burada bəzilərində gördüm ki, içinə 10 klik yazıblar. O V3 kursdan başqa heç yerdə yazılış yoxdur. Düzgün deyil. Okey, yəni işləyir, razıyam, amma belə deyək, elə yazmaq olmaz. Səliqəli deyil, idarə olunan deyil. Yəni proqramist kimi belə yazmırıq, əslində belə yazanlar da var. Amma biz proqramist kimi belə yazmırıq. Deyə bilərsiniz ki, proqramist kimi yazmırıq, bəs necə belə yazırlar? Daha sonra saytdan nəsə oğurlamaq istəyəndə HTML qarışıq qoyurlar ki, içindəki JavaScript kodları oxuyur. Onu icra eləyir. O tip. Yəni, ona o sərf eləyir, amma bizə sərf eləmir. Çünki bu bizə lazımdır ki, başqa proqramist tərəfindən başa düşülsün və işi görülsün. Okey. İndi gedim bir dənə backend yaradım. Rüfət. Sən ataradım sana, nə qədər söz deyim? JSON server. Table JSON. Gələk indi bura məhsul deyək misal üçün və bizdə süt-müt var idi, onları götürək. Amma onun şəkli yox idi, Əslində, özümdən bir də hamısına eyni. Tek store API'nin bir sesi görmüyorum ha ben. Əslində düzdür ya, şeydən əsalatı. Oradan bir sesi görmüyorum. Hazır şəkildə var. Böyle 3 dənə bəsdir. Okey, bu formada gəlsin olsun. Bizə description price, bir də şəkil oldu, bəsdir. Title, description price falan olsun. Okey. Biz indi gedək bura sorğu ataq. npx görək onu necə işlədirdik. Sonra yeri gəlmişkən npx deyə bilərsiniz nədir? Npx həm icra eləyir, amma yoxdursa yüklüyür, daha sonra icra eləyir. Yəni o işə baxır. Okey, API-miz işləyir. Əla. API götürürük, gedirik işləməyə. Sadə bir dənə funksiya yazırıq. Hansı ki də hamınız bilirsiniz, siz deyə izah eləmirəm.
Məsələn, heç nə yoxdur yəni burada. Okey, buradan da artıq əslində buradan fetch götürüb elə bunu forage eləyib eləmək istəyirəm, amma yaxşı səliqəsi görmür. Siz o return data yazmasanız ondan sonra gəlir. Əsla. Undefined gəlir. Yazacağım. Return data. Buradan da gedib deyirəm ki, bəs datamı götürdüm, datamı forage eləyirəm və hər bir elementimə və ya itemıma görə gedib funksiyamı çağırıram. Add cart içini düzəldirəm. Add karta lazımdır. Detail səhifəsini yaz. Ya detail səhifəsini yazmayan var idi. Detail səhifəsini yazmayan. Yazanlar əlini qaldırsın. Detail səhifəsini, yəni üstünə basın. Da gedirdim. Okay, bir dənə sən yazmırsan, ha? Okay. Okay, onda onu əlavə eləmirəm. Hə, hə. Bugünkü taskda keçmiş deyib prosta oranı işləməmiş. ha, okey. Ha, yox idi. Ev taskında yox idi. Onsuz da ha. Okey, buradan bir dənə onda name-i götürürəm. ID da lazımdır. Hələ yox şey də lazımdır. Name, nə bilim, title, title. Image və description olsunmu? Hər bir kartın içi dinamik olsun da. Bunlar belə hamısında eyni şey çıxmasın ki. Biz orada tek söylemek yazmıştık. Sonra elemek. Aha. Gəlib indi burada add kartın içinə deyəcəm ki, item'ın nöqtə nəyi var idi? Title-ı və item'ın image. Okey, yaratdıq. Artıq şablonumuzu silirik çünki ehtiyac yoxdur. Kommentə də ala bilərik. Ana səhifə bitdi, düzdür? Всё, indi gedirik digər səhifələri yazmağa. Məsəl üçün, admin page əsas məsələnin olacağı yer. Admin page-ə əsasən URL-dən də gedirlər, logindən biz də yönləndiririk. Yəni misal üçün admində artıq olacaq. Burayla işimiz bitdi. Admində table lazımdır bizə. Görək CSS-dən bir yerdə oğurlayaq. Style table. Belə bir şey. Okey. Bizdə olacaq deməli name ya da image name və başqa da bir şey olsunmu? Ehtiyac var yoxsa elə bir ikisi bəsdir. Price də qoya bilərəm misal üçün. Bir dənə də uşaqlar option qoyuram. Bu option nə edəcək? Və ya bunu boş da qoya bilərdim ki, heç nə görünməsin. Bura butonlar qoyacağam. Hansı ki delete və update.
Necə yəni? Yəni bu formada. Buton bəs X və buton edit. Belə bir şey. Və bu hər biri üçün təkrarlanacaq. Sual var mı? Mən də birazdan şey yaradım. Gedirəm, buradakının demək olar eynisini eləyirəm. Sadəcə indi konteynerə ehtiyacım var. Amma bunlar konteynerdə yox. Olmalıdır bu T-headdə. Bu da olmalıdır T-body'də. Və mən burada konteyner yerinə bircə saniyə tez olsun deyə. T-body. Amma artıq mən belə deyək, içindəki data olmalıdır bu formada. Və əlbəttə ki, nə olar? Dinamik olar da. Olmasa 100 piksel eləyərəm. Bunun birini düzəldim. Eləyim image. Olduğu yer yoxdur deyə belə elədi. 50 piksel bəsidir. Border radius verəkmi? Qalsın, bəzəməyə ehtiyac yoxdur. Okey. Image belə, ad burada olacaq. Bu arada rəngləndirməyə falan ehtiyac yoxdur. Gəlirəm, yenisini yerləşdirirəm. Gəlib bunun içini götürürəm. Bəs image eləyirəm. Ad yerinə adı qoyuram. Və bir də price gəlməlidir artıq bizə, o da lazımdır. Onu da götürək. Burayla işim bitdi. Gedib nəyi silməliyəm uşaqlar? Nəyi? Aysa. Yəni şablonumu silirəm. Butonları ayırmağa ehtiyacım var. Bunlara bir dənə belə bir şey eləyim ki, sonra ayıra bilim. Okey. Admin table'ım da var.
ana səhifəm də var. S düşdü. Okay. İndi gedək bunun delete'ini yazaq. Kim kömək eləyər? Birisinin ID'sini bilmiyorum. Seçərik, Birinci tanıdırım. Əvvəla eynən. Birinci bu buttonun klikini seçmək lazımdır, düzdür? Delete eləmək üçün gəlin bir dənə bunun klikində alert çıxardaq. Silindi yaz. Hə, köməklə çıxar. Elimdə. Evet istiyor. Birinci tanıdırım. Nəyə verim? Seçək. Necə seçim? Konst D. Hə, işləməyəcək uşaqlar. Niyə? Çünki hələ buralar yaranmayıb. Səhifə ilk işləyəndə, yəni gəlib buradan yazsam ki, const delete seç. ASO və yenidən seçmək lazımdır. 2, indi gəlin bir dənə bunu təmizləyim. Daha sonra bunu kommentariya alım. Bax, uşaqlar, buradakı yazdıqlarım sonradan yaranır. Yəni səhifə ilk yüklənəndə əslində JavaScript yavaş işləsə, heç nə yoxdur. Ağappaq səhifədir. Bunlar sonradan gəlir. Bunları seçməyim üçün mənim T-body, bax bunu indiyənə kimi görmüş ola bilərsiniz. T-body.query selector. Bax, bundan istifadə etməli olarıq. Düzdür, create nəsəniz işimiz daha rahat idi. Delete button'da özümüz yaradırıq deyə elə nöqtə necə? Düzdür. Bundan artıq gedirəm delete'imi seçmiş oluram. Diqqət edilsə, mən bunu gedib çöldə yazmadım, bunun içində yazdım. Yəni hər yarananda gəlib buradan seçirəm. Hə, amma bu uşaqlar problemlidir. Niyə keyboardda yazdığımı bilmirəm. Nöqtəsini yazmadım. Bunun içinə əlavə eləyir. Amma yenə problemlidir, deyə bilərsiniz niyə? Çünki bu ki birinci olacaq, gedib ən birincini tapıb çıxardacaq. Hə, create eləsəydik çizək kimi ilişimiz. Mən nöqtə yazmadım. Class Yox, yenə işləməyəcək. Yəni onsuz nöqtə əsas bu belə deyək, birinci üçün işləyəcək, digərləri üçün işləməyəcək. Ne oluyor ben problem? Bu formada biz delete'i seçə bilmirik. Delete'i hər birinə özəl, hər yarananda seçmək üçün hər birinə atribut verib oradan oxuya bilərəm. Sərf eləməz. İşləyəcək, amma qəşəng olmayacaq. Siz ama klasını niye seviyorsunuz? Necə? Okay, TR-də yaradıb eləyərəm. Mənim ən Siz- yuxarıda da yaratsız işləyəcək məncə. Necə? Ən yuxarıda yaratsız da işləyəcək. Mən keçən dəfə elədim işlədim. Bu işləyəcək işləməyinə. Sadəcə belə deyək, bax, birincidə əlavə elədi, seçdi, işlədi çiçək kimi. Hə, ikincidə və ondan sonraki hər birində query selektor necə işləyir? Tapdığı birinciyə görə işləyir də, düzdür? Elə gedib birincini görəcək hamısı. Hamısı birinciyə görə işləyəcək. Query selector'ı ol elese. Fortin içinə alsaq da Ol elese yapmıyor. işləməyəcək. Ol eləyəcək, amma burada işləməyəcək. Bu funksiya artıq şeyini itirir. Okay, nə edirəm uşaqlar? Belə bir şey eləyə bilərəm. Bu TR-ni ayrıca yaradaram. Bu TR-də seçərəm. Beləcə bu formada həll eləmiş olaram. Yəni necə? Const tr create document create element tr, bu artıq tr-ni yaradacaq. Və buradan nə varsa o tr-yə mən əlavə edəcəm. Daha sonra T-body'yə əlavə edəcəm. Dolayısıyla T-body'dəki hər şeyi seçməmiş olacaq. TR yaratmış var. Bu siləcəm indi buradan. TR-ni yaradıq. Bunu TR-nin içinə yazaq. Ən sonda T-body'yə A yaşa. Və bu TR-nin içinə əlavə olunandan sonra artıq
hər bir TR-nin delete bir dənədir deyə, bu problemsiz işləyilməlidir. Okay, cep deyirəm ki, hər bir delete'in klikində get alert ver mənə. Həqiqətən də həmin elementimi deyə hay yerinə title verək. Menus. Elementli sınırdan. Hətta daha yaxşı olar. Sadəcə indi kod qısa olsun deyə, alt sətrə düşməsin deyə belə yazdım. Okay, все. Deməli mən artıq delete'imə klik edə bilirəm. İndi başımı işlədirəm. Mənim nəyə ehtiyacım var? Okay, deməli ID-yə ehtiyacım var. ID-ni necə götürə bilərəm? ID-ndəki şeydən üzərinə klikləyəndə ID gəlir də mənim elementin ID-si policydən yazıb hissə içərisində. Okay. Bu add kartım ID-ni necə götürsün? Adı mənim. O yuxarı bir dənə ID qoyun şeyinə. Parametr olaraq ID əlavə eləməliyəm ki, mən ID istəyirəm. Bu ID-ni harda göndərərəm? ID-ni aşağıda. Yaranan vaxtı artıq ID-ni də göndərərəm. Все, ID-ni götürmüş oluram. Həqiqətən də götürdüyümü bilmək üçün alertdən misal üçün ID-ni verin. Bunun ID-si 1, bunun ID-si 4. Yox, policydən gəldi, add kartı ID-nə də var. Okay. İndi ID-ni götürə bilirəm. Nə etməliyəm? Limit olaraq delete. Step deyin ki, bax ID-ni götürdüm, sonra bunu eləyəcəm, sonra bunu eləyəcəm, sonra bunu eləyəcəm. ID-ni götürdüm, sonra ID-yə uyğun sorğu atacağım. ID-yə uyğun sorğu atacağam. Daha sonra UI-yi güncəlləməli deyiləm. Okay, step gedək. Delete eləmək lazımdır, delete eləyək. Falan güncəlləmimiz olur. Niyə güncəlləməlisən? Metod delete verəndən sonra bu response güncəlləsin. Yəni qaynaqlar. Response səhv olsa error çıxartsın. Delete product. Böyük proyekt deyə normaldır, yəni hərə bir cür yazmış olacaq. Bura ID gəlir. Bu ID-də uşaqlar, mən necə eləyim ki, bu delete olsun? Qəşəng. İndi, özə function yazmağa öyrəşmisiniz yoxsa? Yəni, hər şeyi bir funksiyaya bölməyə. Ay, sağ ol ki, həm səliqəli olur, həm də hər şeyin məntiqi bir funksiyada olur. Gəlirəm, delete product by ID-ni bunun klikində çağırıram. Və ID-ni ötürürəm. Bu silir. Lənətə gəlmiş. Nə eləmişəm deyə birbaşa işləyir. Bu silir. Sildi, mən birəm istəyən kimi deyil. Bu işləməməliydi. Ay, işləsin əməldir. Ya. Yoxsa siz çəkmə salın. Bu bizə işlənməyə lazımdır ki, problemli halını görək. Şey deyil, yəni aslında. Baxın uşaqlar, X-ə basıram, silinmir. Amma refresh-də də gəlmir, gedək görək, serverin bəlkə nəsə problem var. Not found valid promise. Tapa bilmirəm bəs buna əsasən nəsə. Refresh deyirəm. Olsun, onsuz da refreshdə yeni ID gəlməli idi. Əla. Deyirəm istəyən çıxdı.
İndi alert edirəm ID-ni, görək ID nə gəlir buna. ID 3-ü götürürəm, amma bu sorğunu ata bilmir. Çünki asenkron funksiyanın Haqlısan, gözləmək lazımdır. Əla. Amma ondan düzəlməyəcək. Hə, görək ID gəlir buradan. Okey, yox, bunu demiş elədim. Okey, not found deyir. Bu məncə bizlik deyil. Aha, deyə baxın. JSON server pisiyorlar. Serverimiz söküb deyə, yəni frontun günahı yoxdur, gərək backendin günahıdır, hansı ki o da bizik deyə. Onu necə çağırırız deyə? Kontrol. Y-ni. Komatsı. Ha? Komatsı. Komatçı. Kontrol üstüne koyuyorsun. Okey. Kontrol. Ben daha da bilemedim o. O en akşam üstü bağlandı. Sadık gerçekten. Hə, məndə də deyirəm. Okey, baxaram. Problem olanda bir dənə çağırarsan. Okey, yenə uşaqlar birbaşa silir. Delete product Məndə deyil. silmə deyil ki. Ay niye toplu isteyen yaxşıyam? Error istəyirəm, bu error. Create nəliyəndə error çıxır. Buradakı çıxmır deyə. Ziyan əli, görsünüz posta demək ki, uşaqlar izləyəcək. Okey, necə eləyim ki error çıxsın. Hə, tipo edeyim bundan qabaq eləsin. Görək bəlkə. Yaxşı. Delete product by ID gedir, sorğusunu atır, datasını silir, heç nə. Get al, gedir, yaradır. Add datanın TR-sinə hər dəfə əlavə olunur. Mən Saytdan çoxsu bunu sağlamış olmalı. delete product by ID eləyəndə qısa basıram. 10 klikində sorğu gedir, internetdən silir. Kontrol değil diye. Özüncü değil. Gelse 5 yana tutukladı. Klavyatürün üstüne tutup falan. Oğlum kameradan bakıp gelmedi. Okey uşaqlar, bu yəqin ki təzədən yenilənir. Ona görə bir dənə baxaq, görək həqiqətən də elədimi? Aha. Okey. Uşaqlar, bu gördüyünüz kimi sorğu atır. Yo, bu uşaqlar, burada problemimiz var. Hər X-də, baxın bu globsa. Səhifəni refresh eləyir. Boş-boşuna HTML, CSS falan hər şey yenidən yükləyir. Aysa, ona görə prevent default verək. Ben klike veriyorum. Hər şey vermək olur. Sadəcə forumdan başqa və yaxud rəqlərdən başqa çox yerdə ehtiyacımız olmur deyə işlətmirik. Yəni həmişə lazım olan yerdə işlədirik. Yani bu niye bende de oluyor? Ben de. Sende de bir şartları. Deyirəm də siz performansdan itirirsən. Hə, belə qəşəng görünür amma Niye? bax, indi eləyəcəm. Bunu bir dənə çevirim. Address listener'a. Gəlirəm yenə eyni şey eləyirəm. Sorğu. Okey uşaqlar. Yenə də sorğu gedir. Bir dənə gördüm də yaradıq. Prevent default-da səbəb olan şey.
Siz getməməli yox. Burada nəsə buna təsir eləyir. Bu refresh atır. İndi resimə görə də əsasən çünki ondan yazılmır. Ben de Amma ben onu olsa yazacağım ben de. Delete edeyim səhvə yazarım. Yox, efendim, mütləq şəkildə o yenilərdən burada sadəcə sorğu atılır uşaqlar. Yəni sorğuda oxumalıdır ki, o okey. Dan Murad baxanda zülm çəkir. Hələ də refresh gedir. Hər mən fes atanda səhifəni yenidən refresh deyir. İndi HTML şeylərindən də böyük ehtimal, çünki create-də belə şey olmaz. Amma ciddi problem deyil. Bunu sonra həll edərik. Okey uşaqlar. İndi bəli. Bunu in.html özəl üsuldur və ya misal üçün nə isə seçmişiksə onun içində nə isə seçmək üçün. Həmin hansısa yaradılan və ya seçilən elementin .query selektoru var. .query selektoru deyib bütün səhifədə deyil, ancaq onun içində axtarır. Ya, dedim ki, bəs TR-nin query selektor delete yox, çünki bunu yaratmış olmalıyıq belə, ya da seçmiş olmalıyıq. Amma işte gəlib burada desəydim ki, td-nin tr.query selektor td, hə, onda bir dənə td-yə mənim seçsəm, hə, ondan sonra eləyə bilərəm. Amma belə birbaşa yox. Yəni, bu mümkündür. Bu mümkündür. Bunun içində gəlib td-ni axtarmaq. Amma belə birbaşa yox. Okey. İndi gedək. Bir dənə ədini də yazaq bunu. Əd yazanlar əlini qaldırsın. Əd səhifəsini. Əlavə eləmək, create eləmək. Okey. Hadi istəmələ. Uşaqlar, burada bir dənə input yazırıq. Daha sonra neçə dənə input lazımdırsa onu yazırıq. Və nə data göndərəcək onu? Inputun birincisi bizdə olsun name, price və şəkil. Görünsün deyə placeholderlərini yazırıq. Məsəl üçün olsun name. Bir də buton. Const, form, document, query selector, form. Və gedib hər bir inputu seçirik. Name olsun. Ailesi var bir de. Ha. Yok, buna ihtiyaç yok. Bundan bir denedir zaten. Niye create edeyim ki? Bu adi şeydi. Evet. Gəlirəm artıq dənə-dənə seçirəm ki, document, bəs, query, selector ID-sinə görə name. Price və image cari. Formun advent listener neyində? Niyə submit click yox? Nə üstünlüyü var ki mənə?
Aysa həm o, həm də sorğu da ata bilir əgər parametr defaultunu bağlamasa. From yazmışsın. Evet. Məna olaraq düz olmadı, düz deyil. Okay. Hə, bunun içində uşaqlar bir dənə artıq nə etməliyik? Create eləməliyik. Create product. Create product uşaqlar gəlirəm. Buradan götürürəm. Çünki eynidir demək olar. Sadəcə bunu async edirəm. Və gəlib deyirəm ki, create-ə nə lazımdır? Name, image, price. Name, image, price hardan gələcək, necə gedəcək? Gəlirəm buranı, açıram, bəs method post. Header, body falan bunları yazmalıyam. Gedək. Onları MDN-dən götürək. Body-ni nə etməliyəm? Stringify-a da. Hə, burada da gəlib qısaldacam elə name-ini, image-ini, price-ını. Bir dənə baxım görüm burada necədir. Title-dır, image yerinə də image-dir. Uşaqlar, əgər ad və key eynidirsə, belə də yaza bilərdim. Amma ad və key eynidirsə, elə qısa yazılış olaraq belə yazıla bilər. Yəni, bu əslində obyekt qarışdırmayın. Sadəcə, JavaScript bizə imkan tanıyır ki, yəni belə yazma. Bir dənəsini yaz, mən bilirəm ki, sən 2 dənə deyirsən. Ok, bu formada create product-ımı da hazırladım. İndi bir dənə gedib bunu göndərmək qaldı. Buna dəyər olaraq deyirəm ki, bəs name-in value'su, price-ın value'su və image URL-in, image URL-in value'su. Test eləmək üçün bir dənə bunları loqa verirəm ki, görək həqiqətən də onları seçirmi və add page-i açıram. Uşaqlar, extension var fake filler. Böyük formlarla işləyərkən bu məsləhətdir. Bizə formu avtomatik doldurur. Buranın bir dənə image-inə belə bir şey qoyaq. Və gedək göndərək. Ok, göndərdi. Gedək adminə baxaq indi. Yerini səhv yazmışam, amma düşüb. Gedirəm bunu buraya yazıram. Necə image URL-i. Çünki ikinci image-dir. Ondan sonraki price-dır. Ki gəlim image buraya yazam. Ok uşaqlar, bu formada gəlir düşür. Yəni burada yenə qeyri-adi bir şey yoxdur da, sadəcə şey atdım. Belə deyək.
funksiyanı hazır saxladım, create product-ı və onu göndərdim. İndi gedək bunun update-ini yazaq. Burada şey var, attaching function içində. Aha. O title'dan elə birbaşa fərqlərə bərabər eləmək var da. Nəyi? Keyləri birbaşa Mən düz fərqlərə idi, o bərabər. sənlər səsləndirib aşağıdan mən eləmişəm. Necə bir də deyin, hə. O title image class yazmışsınız. Aha. Birbaşa inputun valuesuna bərabər eləmək olur da. Bəli, mən. Siz ifadə vermişsiniz. Yəni siz parametr olaraq fərqləri gətirirsiniz. Create product title image price. Hə, inputun şeydən, hə, bildim. Gəlin belə deyim. Aynen name-in value'su bura belə, hə. Bəli. Ha, okey. İnşallah belə yazmaq okeydir, amma bu nəyi pozur? Single responsibility-nin yox, amma əslində şey pozur. Pure functionlığı pozur. Bax, biz funksiyanı yazarkən funksiyadan gözləntimiz oldu ki, funksiya öz daxilində, yağında, suyunda işləsin. Sabah bir gün, yəni kimsə gəlib bu funksiyanı işlətmək istəsə, düzdür? Mən gəlib buradan götürüb istifadə edə bilim. Səninki isə spesifik olaraq o inputa baxır deyə. Mən eyni API-ya eyni cür data göndərəcək olsam belə, səninki ki o inputa baxır, işləməyəcək. Amma belə yazanda bu formada yəni. Yəni ancaq bu funksiyadan asılıdır, düzdür? Xaricdən heç nədən asılı deyil. Aysa ona görə istənilən yerdə işlənə bilər. Amma sən inputu yazanda bu inputdan asılıdır. Gərək bu adda bu cür input olsun ki, bu funksiya işləsin. Başqası götürüb bu funksiyanı işlədə bilməz. Yəni öz proyektimə götürüm bunu işlədim və ya başqa yerdə işlədim, o input yoxdursa işləməz. Dolayısıyla belə yazmır. Hə, məntiqi olaraq əla, düzdür. Amma belə deyək, kod ki, həmin funksiya ki təmiz olunur, siz artıq funksiyonu belə deyək, impure eləyirsiniz, pure eləmirsiniz. Yəni, saf funksiya olmalıdır. Necə? Create product-ın nəyi? Inputun şeydir, adıdır. Okey, indi update-i göstərim. Update HTML. Eynisi, baya eynisi. Bir dənə fərqi var uşaqla update ilə aydın. Nədir? Default olaraq atributları verməliyik doğru. Postu bitirdik. Həm düzdür. Bizə update da lazımdır ki, indi post yerinə put göndərək, o heç öz yerində. Hə, bir də o nəyi ki update edirəm, onlar gəlib düşsün. Ona görə ID-yə görə bir dənə get eləməliyəm. Doldurmalıyım inputun default value'larını. Ondan sonra update eləmək istəyir, həmin ki kartın içində dəyişir. hə. Gəlirəm, deyirəm ki, bəs gedək. Bunu update eləyək. Update product-da artıq birinci dənə ID istəyək. Qalan hər şeydə obyekt kimi istəyəcəm. Ya da belə qalsın ardıcıl 4 dənə, amma obyekt istəsəydim daha yaxşı olardı. Sonra obyektləri çevirərəm. Bu da olacaq. Put. Hə. Və bu uşaqlar hər birinin öz klikində ID-sinə görə gəlməlidir. Necə ki, detail, bu da eyni. Admin table-da gəlib deyirəm ki, bəs editə basanda bu bir növ A tag olmalıdır əslində və bura yönləndirməlidir. Gedirəm, bəs burada editə basıram, update-mə gəlir. Buna ehtiyacım var, gəlirəm, buraya yazıram. Və indi, buradakı hashtag olan hissə dinamik formada olmalıdır, ID. Gəlirəm, yoxlayıram, görə düzmü yazmışam. Editinə basıram.
İşləmir. Hə, gəlir 4-cüyə düşür. Gəlir 1-ciyə düşür. Gəlir 17 F-ə düşür. Deyə bilərsiniz ki, bu nə errordur? Uşaqlar, buradakı şəkil yoxdur, bayaq səhv yazmışdıq. Image-in sorusuna görə, nə qədər serici görürsünüz, hamısına görə sorğu atılır, tapmadığı üçün də error qaytarır. Bunu silək. Artıq qaytarmaz. Okey. Bura keçəndən sonra indi bizə nə lazımdır? Hansına ki baxırıq, onun yazıları gəlib bura dolsun. Ona görə gəlirəm mən update-dən nə ata bilərəm? Neyniyə bilərəm update-də ki, bunları götürüm? Məsələn, update nə edirsiniz? O Sən şeylər də yox, olur. sən yazmışsan. Ay, sağ ol. Get eləyərəm. Bir dəfə get ataram ki, əvvəldə ID-yə görə. Görün bunun içində nə olmalıdır? Gedirəm. Update-də bir dənə də get by ID yazıram. Və ID-yə görə datanı götürürəm. Və bu nə vaxt işləməlidir? Səhifəm ilk açılanda. Yəni, bunu çağıracam elə birbaşa. Bəs Windows-un onload eventində də çağıra bilərəm. Elə birbaşa burada yaza bilərəm. Deyirəm ki, bəs get by ID-im də burada. Bir dənə də function yazaq. Bunu da functionsız eləyək ki, bunların hamısını fill input deyək. Fill form. Gəlib get by ID-dən aldığını hansı ki, ID-ni hardan götürə bilərəm uşaqlar? ID-ni hardan götürə bilərəm? ID-ni? Sən yox. Sən yox. Windows geçmiş. Ay, sağ ol. Ki, yəni, URL-də zaten var. Oradan götürərəm, bir də slice eləyərəm ki, birinci bu hashtag geçsin. Və bunu bura ötürərəm. Ardından hər birini nöqtə value'su olar datanın name'i price'ı və image bu funksiyanı da çağıraram. Gedirəm hansı gəlirsə o title olmalıdır birinin adı, hə, düzdür. Hə, okey. Bu formada gəlir. Deyək ki, bu DSDF falan yazılır. Bunu dəyişirəm, eləyirəm. TV ucuz. Create product not define, əla. Hə, update eləmişəm deyə burada artıq bu dəyişməlidir. Gəlirəm. TV ucuz eləyirəm bunu. Budur. Not valid JSON deyir bizə. Və dəyişməyib əlbəttə ki. OKG-də görək nəyə görədir. Mən yedim, mən bir şatan seviyorum. Yox, bu... O bir səhv edib şatan mən. Hə. Uşaqlar, deməli, bu ID bura birinci olaraq gəlmir deyə bura hash-də göndərmək lazımdır. Bilməlidir də ki, nədir. Ona görə işləmirdir. Gəlirəm, indi bura edirəm TV ucuz. Bu zaman uğurla dəyişir və TV ucuz. Hə, düz. Adını bir dənə dəyişək, mənalı olsun. Hə.
Gəlirəm, misal üçün bunu eləyək köynək. Köynək dəyişmiş olur. Bura gəlir. Burada keşdə qalıb yəqin ki, ona görə köhnəni göstərir və bu formada qalır. Yaxşı, bəs edit eləyəndən sonra istəsək ki, birbaşa bizi ora atsın. Deyim mənim. History şey var. Onunla da eləyə bilərsən, Windows Location-dan da eləyə bilərsən. History forward deyil o. Elə də olar, amma belə də yaza bilərsiniz. Yox da elə də işləyər ki, arxada dolayı yolla bir də alt təqib yazıb onun klik eləmək görünməz şəkildə, amma ehtiyac yoxdur. Gəl deyir ki, bəs uğurla update eləyəndən sonra get Windows Location bu formada gəldi şey çıxdı. Index listəmən desək. Ha, okey, şeydən əvvəlində görür deyə. Okey, yolun. Siz birbaşa yazmayın da, beğeni hissəsində yazın. Bəli. İndeks seçməni birbaşa sağırmayın da, beğeni hissəsində sağırmayın. Bunu elə eyni qoyacam, düzələcək. Tamam, o deyil. Okey, edit eləyək. Gəlir. F-nin birini artıq gördü. İndi okey. Front end eləyək bunu Windows Location-dan. Saints is location'dan dəyişmişəm da. Okey. Gedək rəyinə göstərir. Okey, itiraf verməmişdik uşaqlar. Ona görə gəlmirdi. Gələklə bunu dəyişək, bunu 911 eləyək. Gəlsin, dəyişsin. Eynisini, bəli. Onu dəyişdirsən niyə? Yox, indi şey göstərir. History ilə. Sağ olsun, D yazın mən. Bu birbaşa geriyə qaytarır deyə, bu sorğu atır. O sadəcə bunu eləyir, go back. Bu birisi amma sorğu atır. Siz o editin üzərindən buranı qaytarsanız təkrar. Bax, bu elədiyim yeni bir sorğu atır gətirir. O elədiyim isə buna basmaqdır. O bunun üçündür, istiyorsan. Hə. Aradakı fərq nədir? Cache. Yəni, bəzən datalar cache-də yığılır, qalır. Bu yenidən sorğu atmasın deyə performans cəhətdən köhnə yerinə qayıdır sadəcə. Okey uşaqlar, bir dənə indi gedək bu add page-i burada qoyaq mı? Ya da ehtiyac yoxdur. Bir dənə ATG-də onu rahat qoya bilərsiniz. Bu formada eləyə bilərsiniz. Məndən məsləhət create-dən eləyin. Create-dən eləyəndə orada problem yaşayacaqsınız. Necə? Etirif. Okey, bunu indi saxlayıram. Sual var yoxsa? Əslində yazmalı. Hə, okey. Şu an update-də nə elədi? Detail-la eyni şey. Editə bastım. Edit məni apardı bu update səhifəsinə, amma ISO. Buradan hash'ini ötürdü. Mən bu hash'i Windows Location hash'lə götürdüm və bunun içini doldura bilmək üçün bir dənə get sorğusu açdım. Səhifə başlayan kimi. Bir dənə get elədim. Datalarım gəldi. Datalarım gəldi burada və onu inputun içinə yazdım.
ki artıq hazır gəlir də. User bilir ki, bunun köhnə dataları nə idi, hansını dəyişməli. Dəyişəndən sonra bir dənə editin klikində də update olacaqdır məşqləşə. Onsuz da bunu yoxlayacağam ki, evdə gəlib bitirəsiz. Düzdür, əslində artıq yazmışam deyə görmüsünüz, amma yenə də tam başa düşmək üçün bir dəfə özünüz sərbəst yazın. Update-ini də. Okey, başqa